Salam, bugün sizlərə universe functionslar haqqında danışacağım. Gəlin görək öncəliklə universe functions nədir? Yəni belə bir mövzu haqqında, yəni hansı tipli suallar düşə bilər? Deməli, ümumiyyətlə universe functions biri var bizim əlimizdə original function var, yəni funksiyanın özü f of x. Bir də var ki, biz onun tərsini tapmalıyıq, hansı ki f üstündə -1. Yəni gəlin belə deyək, biz əgər belə bir funksiya götürmüşüksə a to b, yəni ki bizim üçün əsas funksiya y-dır və biz orada x-i asıl dəyişən kimi görürüksə, universe functionsda bunların yeri sanki dəyişir. Yəni x sanki funksiya roluna keçir, y isə keçir dəyişən roluna. Məsələn, burada belə başa düşək. Biri var ki, deyək ki f of 3. Yəni bu deməkdir ki, x-in 3 qiymətində funksiya hansı qiyməti alıb? Görürsünüz ki, məsələn, bu nümunəyə əsasən 3 qiymətini x-ə 3 verəndə funksiya 8 qiymətini alıb. Amma universe functions olur ki, yəni universe deyəndə biz onun üzərində -1 görəcəyik bəzən. Yəni çox vaxt zaten -1 ilə ifadə edəcəyik. Universe functions deyəndə sanki bunu soruşur. F funksiyası 8 qiymətini x-in hansı qiymətində alır? Yəni sanki tərsini soruşur. Yəni aldığı qiyməti, funksiyanın aldığı qiyməti dəyişən hansı qiymətində aldığını soruşur. Bəs biz görəsən universe functionsları necə çeviririk, necə tapırıq? Bunun üçün bizim 4 mərhələmiz var. Birinci mərhələdə biz təbii ki x ilə fx-i replace etməliyik. X ilə fx-i replace edirik. Fx-imizin əvəzinə bəzən y görəcəyik, yəni y ilə x-in yerini dəyişirik. İkinci addımda isə biz sanki x bərabərdir y-dan ibarət olan bir ifadə alırıq və həmin o ifadə, yəni üçüncü mərhələdə sanki x-i y ilə əvəz etdiyimiz üçün y artıq arqument roluna keçir və biz orada y tapmalıyıq. Yəni solve for y, yəni y-a görə həll edirik, sanki y tapırıq. Ən sonuncu mərhələdə yenidən x ilə, yəni sanki biz bir ifadə alacağıq ki, x equals hansısa bir ifadə, yəni y-dan asılı olan ifadə, həmin ifadə ən sonda yenidən y ilə x-in yerini dəyişdirməliyik. Çünki biz artıq, zaten y-in yerini dəyişəndə artıq ona əvvəlki f funksiyasına fərqlənsin deyə f üstündə -x şəklində yazacağıq. Gəlin belə bir funksiyaya baxaq, görək biz hər hansısa bir qarşımıza çıxan funksiyanın necə universe'ini tapacağıq, yəni tərsini tapacağıq. Deyək ki, fx equals 2x üstə gəlsin 5 şəklində verilib və bizdən f üstü -1-i tapmağımızı soruşur. Və belə bir sualı həll etməyimiz üçün gördüyünüz kimi birinci mərhələdə biz, yəni həmin tənliyi yenə yazacağıq. İkinci mərhələdə deməli dedik ki, x ilə y-in yerini dəyişdirəcək. X ilə y-in yerini dəyişdirdikdə x sanki bir funksiya roluna keçir, amma biz buradan y-i tapmalıyıq. Yəni üçüncü mərhələmiz solve for y, yəni y-a görə həll edirik. Y tapdıq, deyək ki, y equals x y tapdıq. Hər tərəfi sanki 2-yə böləcəyik və x minus y bölünsün y olacaq. Və sonunda da təbii ki, x ilə y-in yeri dəyişirilir. Y equals x minus y bölünsün 2 şəklində olacaq. Bu isə bizim universe functionımız olacaqdır.